Sən hazır. Masa hazır. Mətbəxə bir çəkin görüm. Mən çayı dəmlədim. Axır vaxtlar, bilmirəm, bu yuxusuzluqdandır, nədəndir yaddaş sənə dəmləmişim. Yəni, biraz isti qalsın. Qonaqlarımız gələndə. Başlamışıq uşaqlar. İşıqlarımız yanır. Sabahınız xeyirli uğurlu açılsın. Salamlayıram hər birinizi. Bazar səhəri, Zaurla günaydındasız səhər-səhər. Elə yeri gəlmişkən, mənə maraqlıdır. Bizi izləyən tamaşaçılar hal-hazırda hardadılar? Hardan izləyirlər bizi? Bəlkə kimlərsə qonaq gedib. Düzdür, pandemiya dövründə bu qonaq getməklərin sayı azalmalıdır. Biz də qonaqlarımızın sayını azaldırıq. Bilirəm, amma ola bilər ki, nənənizgilə, babanızgilə, bir doğmanızgilə qonaq getmişsiniz və yaxud hər hansı bir bölgəmizdəsiz hal-hazırda. Axı, bugün bazar günüdür, bugün istirahət günüdür. Amma bütün gigiyenik qaydalara əməl etmək şərti ilə təbii ki. Bir şəkil çəkin paylaşım görüm, haradasınız siz? Yazın. Bizim ünsiyyət vasitəmiz axı Instagramdır. Bizi. Mən soruşdum, siz yazın. Hal-hazırda hardan izləyirsiniz bizi? Mesajlarınızı oxuyacağım. Yeri gəlmişkən, dünən 8000-dən çox mesaj gəlib. Wi-Fi-miz tutmur deyəsən. Düşməyib şəkil. Şəkil düşməyib hələ. Nə oldu? Yoxsa Zaur Wi-Fi-in pulunu ödəməyib? Yox, düşdü. Üzürlü say. Zaur bilmirəm, izləyir hal-hazırda ya yox. Çünki bilirsiniz, çəkilişlərdə də çox zaman. İnşallah çox vacib bir xəbər üçün deməyəcəm hara gedib, hara yollanıb. Əslində söylədi ki, söyləmə, amma bizimlə sən də biləcəksiniz hər şeyi. İnşallah həftənin bazar ertəsi, bilirsiniz, dəyişilməz vaxtda 16:30-da qarşınızda olacaq. Mütləq və mütləq izləyin. Çünki çox böyük bir hadisə yaşanacaq bizimlə səndə. Təbii ki, 16:00-dan başlayacaq. 16:00-dan düz 19:00-a kimi qarşınızda olacaq. Xaçmazdan izləyirlər bizi. Şəkidən, Samux şəhərindən, elə evdən sizləri çox sevirik. Aysel Əliyeva yazıb, biz də sizi çox sevirik. Allah qorusun hamınızı. Bu gözəl ayda, bu 11 ayın sultanında hər birinizə möhkəm can sağlığı arzulayıram. Qoruyun özünüzü. Qubadan, Mehdiyabaddan, Qala qəsəbəsindən çox gözəl görünürsünüz Günay xanım. Paltarınız da süperdir. Təşəkkür eləyirəm. O sizin gözəl gözlərinizdir ki, məni gözəl görürsünüz. Dünən Zaur çox gözəl bir söz söylədi. Söylədi, əsas odur ki, həmin o kim necə baxır? Yəni, məni çirkin də görə bilərsiniz. Əsas düzdür, qəlb gözəlliyidir. Amma çirkin də görə bilərsiniz, gözəl də görə bilərsiniz. O sizin gözlərinizin gözəlliyidir. Allah qorusun hamınızı. Sumqayıtdan, evimizdən, Sabirabaddan salam. Qubadan, maşallah Qubadan izləyicilərimiz çoxdur. Şəmkirdən, Şabran, Bərdədən, Göyçaydan, Buzovnadan, Şəmkir, Gəncə, sizi çox sevirəm, mən də sizi çox sevirəm. Qaxdan izləyirlər bizi, Bakıxanovdan izləyirlər bizi. Solmaz nənə, nəvəsi Rüqayyə ilə sizi salamlayır. Solmaz nənə, öpürəm sizi, bağrıma basıram, nəvənizi də öpürəm. Allah sizə can sağlığı versin. Goranboy, Təbrizdən mütləq izləyin bizi. Bugün çox maraqlı qonaqlarımız olacaq və məncə sizin ürəyinizcə olacaq. Sirri açmayın, birazdan özünüz görəcəksiniz hər şeyi. Aybəniz və balaca Yegiş Dilişi öpürlər. Dilişqamız bugün yoxdur. Diliş nənəsi gildədir, istirahət edir. Deyir ki, ay mama, mən hər səhər tezdən, saat 7-dən onlayn dərsə oyanıram. Həftənin şənbə bazarda verilişə, mən bugün dincəlim də. Amma bilirəm ki, indi bizi izləyir. Yəqin ki, mesajınızı eşitdi. Rusiyadan, Sibirdən salamlar. Biz də salamlayırıq bütün qərib ölkələrdə bizi izləyən Azərbaycanlılarımızı.
Lökbatandan baxırıq, salamlar Lökbatana. Goranboydan izləyirik, Xızıdan, Beyləqandan, Bakıdan, evdən. Bakı, sabahınız xeyir olsun Günay xanım. Çox sağ olun xoş sözləriniz üçün. Hamısını oxusam deyəcəklər, elə ancaq özünü tərif eləyir. Bakı, evimiz, Yevlax, Naxçıvan, Naxçıvana salamlar. Çox sevirəm Naxçıvanı, çox darıxmışam Naxçıvan üçün. Bu pandemiyaya görə təbii ki, çətindir gediş-gəliş, vacib bir iş olmadıqca gedib gəlmək olmur. Səfərlərin də sayını azaltmaq lazımdır. Amma ilk səfərdə mən Naxçıvana yola düşəcəm. Çünki doğrudan da çox sevirəm Naxçıvanı və oranın qonaqpərvər insanlarını, ümumiyyətlə Azərbaycanın bütün bölgələri qonaqpərvərdir. Ağsu, yenə Quba, Lənkəran, Lənkərana salamlar, Xaçmaz, Lahıc. Mətbəxdən izləyirəm. Nə hazırlamışsınız mətbəxdən? Quliyeva. Və ona da yazıblar ki, elə yerimiz orada da. Sözün düzü elədir. Bizim yerimiz mətbəxdir. Mən də hazırlamışam hər şeyi. Görürsünüz, mətbəxdən 2 dəqiqə aralanmalı deyil. Artıq getməliyəm. Salam, sabahınız xeyir. Sabahınız xeyir. Sabahınız xeyir. Gəlirəm. Gözlətməyim sizi, gəlirəm. Bizim dəyərli sənətkarımız. Çox sevdiyim bir insan, çox dəyərli bir insan. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Əla, siz necəsiniz? Həmişə belə gözəl, təzə evlərə gələk inşallah. Çox sağ olun. O gün olsun biz sizə toya gələk inşallah. Sağlıqla yaşarsınız burada. Çox sağ olun İlham müəllim. Sizdən bu xeyir duanı eşitmək çox gözəldir. Çox təşəkkür edirəm. Necəsiz? Yaxşısınızmı? Şükür Allaha, şükür Allaha. Hər şey necə gəldiniz? Rahat tapdınız yeri? Çox gözəldir. Mən bilirəm sizin zövqünüz bir başqadır da. May you have luck with this house. Aha. Sağlığınıza qismət olsun. Təşəkkür. Sağlığınıza Thank you very much. Bizim Amerika şunas eyni zamanda. Bilirsiniz, həm Alman, həm İngilis dili müəllimi. Amma bizim sevdiyimiz sənətkar ən əsası. Amma mahnılar belə oldu ki, mən peşimə baxmayaraq, İngilis, Alman dilləri peşimə baxmayaraq, mahnılar mənə publika ilə sevgi yaratdı, başqa sevgi yaratdı. Deyirdilər, dərsdə də yaxşıyam. Doğrudan, tələbələr deyirdilər. Tələbələr deyirdi, dərsdə də yaxşıyam. Gəlin buralara da baxın. Mətbəximiz də bax buradadır. Gözəl, gözəl. Bura bizim belə deyək də, yumşaq dəstimiz olan. Harada istəsəz, yəni rahatsa, hara sizə rahatsa, oradan əyləşə bilərsiniz. Maşallah. Bəyəndiniz. Adamın ürəyi açılır. Bizim də ürəyimiz açılsın da, sizin ürəyiniz açıldı bizim evin havasından. Bizim də ürəyimiz açılsın sizin ifalarınızdan. Sizin ürəyiniz, mən həmişə istəmişəm, xoş olsun, gümrah olsun. Mahnılara, həmişə mahnılara öz sevgimi vermişəm ki, onu sevə-sevə siz qəbul edəsiniz. Doğrudan elədir, biz sizin mahnıları sevə-sevə deyirik. İstər köhnə mahnılar olsun, istər təzə mahnılar olsun. Bəzən mənim köhnə mahnılarım daha, mənim üçün daha əzizdir. Ona görə ki, mənlə o uzun illərdir atdımlayır. Publikanın arasında yaranan o sevgi onlardan asılıdır. Və əsas o da baiskar olardılar da. Məhz elə bax, indi elə bir mahnı səslənəcək ki, bu mahnını mən əminliklə söyləyə bilərəm ki, sevməyən yoxdur. Başqa birisini sevə bilməzsən, bilməzsən. İlham müəllimin ifasında. Buyurun İlham müəllim. Çox təşəkkür ederim. Hele kalbimizde hatireysi, hele ayrılığın nemlidir gözüm. Hele ki sevirdik birbirimizi, başka birisini sevebilmezsen. Hele kalbimizde hatireysi, hele ayrılığın
qalır. Əlində əlimin istisi qalır. Başqa birisini sevə bilməsən. Gör neçə nəğmənin bəstəsi qalır. Bu ocaq sönübsə tüstüsü qalır. Əlində əlimin istisi qalır. Başqa birisini sevə bilməsən. Axar gözümüzün yaşı durmaz. Deyirdik bu ilqar peyman pozulmaz. Belə sevə ayrılmaq olmaz. Başqa birisini sevə bilməsən. Axar gözümüzün yaşı durmaz. Deyirdik bu ilqar peyman pozulmaz. Belə sevə ayrılmaq olmaz. Başqa birisini sevə bilməsən. Gör neçə nəğmənin bəstəsi qalır. Bu ocaq sönübsə tüstüsü qalır. Əlində əlimin istisi qalır. Başqa birisini sevə bilməsən. Gör neçə nəğmənin bəstəsi qalır. Bu ocaq sönübsə tüstüsü qalır. Əlində əlimin istisi qalır. Başqa birisini sevə bilməsən. Əlində əlimin istisi qalır. Başqa birisini sevə bilməsən. Mən arzu edirəm ki, əlbəttə ki, ana ilə övladlar arasında sevgi həmişə olur. Nə olur olsun olur. Elədir. Amma sizin övladlarla sizin sevginiz daha başqa cür olsun, gözəl olsun, təravətli olsun. Çox sağ olun. Özdə yeni evladınız da. Təşəkkür edirəm. İkisi də xoşbəxt böyüsünlər inşallah. Çox sağ olun. Təbrik edirəm. Təbrik edirəm Çox və sağ olun. eyni zamanda bu sizə bir böyük məsuliyyət qoyur ki, övladın xoşbəxt olması üçün davranış qaydası artıq əvvəlcədən Allah tərəfindən müəyyən olunur. Elədir. Müəyyən olunur əvvəlcədən. Ona görə həmişə siz xoşbəxt olun, belə yaşayın inşallah. Çox sağ olun. Sağ olun. Məsuliyyət 2 qat artıb. Bəli, Allah 2 sizin o qat bir artıb. balanızı qorusun. Çox sağ olun. İnşallah Çox bayaq da qeyd çox təşəkkür elədim. edirəm. İnşallah xoş günlərə gələsiniz. İnşallah, Necə ki siz inşallah. bizə bax bu özəl gündə gəldiniz. Bəli, Gəlin bax bəli. mən hardan istəyirsiniz oradan əyləşə bilərsiniz. Sizə Harda, rahat olun. harda? Gəlin hardan istəyirsiniz. İstəyirsiniz bax buradan başdan əyləşin. İstəyirsiniz oradan əyləşin. Əsas o da sizə rahat olsun. Orada əyləşin. Yox, mən bilmirəm bu başqa birisini sevə bilməzsən. Əyləşin zəhmət olmasa. Bilməzsən bu mahnını dinləyəndə mən əminəm ki hər kəs də belədir. Ard-arda qulaq assam belə Bəli, bu bəli. vaxtın necə keçdiyini insan bilmir. Bilmirəm, mənə o qədər qısa gəldi. Təxminən bu mahnının müddəti nə qədərdir?
Müddəti 5 dəqiqədir. Doğrudan deyirsiniz. Mən elə bildim ki, 30 saniyə bir müddət keçdi. Yox, bəzən... Bax, tamaşaçılar da ünsiyyətdədirlər də, biz də canlı ünsiyyətdə. Yazsınlar görək, onlar hansı fikirdədirlər? O məzmundan asılıdır, mahnının təsirindən asılıdır. Bəzən 3 dəqiqə beynəlxalq nomenklatura qaydalarına görə 3 dəqiqə neçə saniyəsə mahnı olanda. Amma o 3 dəqiqə neçə saniyədən... Sığdırmaq olmur. Bəli, o çox... Bunun 5 dəqiqə idi, nə qədər az eləsək də, bu Nüsrət Kəsəməlli Cabbar Musayevin mahnısıdır. Sözlər o qədər güclüdür ki... Çox. Sözlər sadəcə bir sevgidən söhbət getmir və yaxud da mən sevdim, ayrıldım və yaxud da başqa birisini sevə bilməzsən. Orada ilk baxışda adama elə gəlir ki, başqa birisini məgər Allah göstərməsin, gündə birini sevəndirmi? Başqa birisini sevə bilməzsən, ona məsuliyyət qoyur qarşısına ki, yəni əlimin istisi qalıb. Yəni məni həmişə xatırlayacaqsan. Ona görə ən yaxşısı elə biz evlənək. Mən bir söz deyim sizə. Bu mahnını ifa eləyəndə bir ünvan vardımı? O ünvan yox idi, amma ümumi ünvan var. Məsələn, mənim bütün o kədərli mahnılarımı, qəmli mahnılarımı... Sanki bir nakam sevgi yaşanır. Bax, elə bu mahnını da aid eləmək olar sıraya. Onlar uzaq olsun, amma bir dəfə sevirik, məsələn, bir dəfə ölürük belə insanlardan. Sadəcə yaradıcılıq elə bir şeydir ki, istər-istəməz mövzu geniş dairədə yayılır. Elədir. Geniş olanda daha çox kütləni də ətrafına cəlb eləyir. Məsələn, bir nəfərə aid olsaydı bu mahnı, məhz bir nəfər üçün ifa eləsəydiniz, məncə heç o qədər də sevilməyəcəkdi. Burada bir fəlsəfi düşüncələr də var. Yəni, belə olmasaydı, bu qədər sevilməzdi bu mahnı. Bu illər ərzində hər dəfə qulaq asdıqca yenə də dinləmək arzusu, o nostalji hissləri yenidən o gözünün qarşısına gəlib keçirmək. Sevgi elə şeydir ki, məsələn, onun dəqiq, bəzən elə bilirsən ki, onun dəqiq ünvanı yoxdur. Yox. Anaya sevgi var, ataya, valideynlərə, vətənə sevgi var, müəllimə sevgi var. Çünki, məsələn, klişelərdən istifadə edib deyirlər ki, məsələn, dünyanı hifz eləyəcək, sevgi hifz eləyəcək, qurtaracaq. Amma mənim oxuduqlarımda insan bu fikrə gəlir ki, dünyanı qutarsa, əxlaq qutara bilər. İnsanlar arasında olan münasibət qutara bilər. Xüsusən bu dövrdə bunun daha canlı şahidi oldu. Amma baxırsan, görürsən, sevgi olmasa mümkün deyil. Sevgi o monolit qüvvədir. Yəni, möhkəmdir də, yəni hansı ki özüldür, özəydir. İnsan hər bir işdə sevgi göstərməlidir. Hər bir işdə, hansı sahədə olur olsun, sevgi ilə yanaşmalıdır öz işinə. Məncə siz tələbələrinizə də çox sevgi ilə yanaşırsınız. Həddindən artıq mən tələbələrimlə indi işləmirəm. İndi təsəvvür edirəm ki, sizin tələbələr sizi nə qədər çox sevirlər. Bax, izləyirlər bizi səhər-səhər. Yazın, mən çalışacağım, sizin düzdür, mesaj yazanlar çoxdur, müxtəlif bölgələrimizdə. Mən bir şəkil paylaşdım, siz gəlməmişdən öncə. Bax, artıq 2500-dən çox mesaj gəlib. Maşallah. Bizim dünyanın müxtəlif ölkələrindən, Azərbaycanın müxtəlif bölgələrindən izləyirlər. Nə yaxşı ki, varsınız. Mən əminəm. Təşəkkür. Görün nə yazdım. Mən sevdiyimdən ayrılmışam. Bu mahnı mənə hər şeyi xatırlatdı. Ümumiyyətlə, bu mahnı hər bir insanın həyatında müəyyən bir dönəmi xatırladır. O yaşadıqlarını xatırladır. Nələr olubsa onları xatırladır. Bəlkə elə davam edən bir sevgini də xatırlada bilər. Bir nakam sevgi olmasın heç kəsdə təbii ki. O, sevənlər arasında belə bir şey, duyğu var da. Məsələn, ona görə onu fəlsəfədə ümumiləşdiriblər, deyirlər platonik sevgi. O sevgi fəlsəfi bir düşüncə. Ümumiyyətlə, hər bir işi görəndə insan birinci özünə fikir verməlidir. Özünün tutumunda hansı xüsusiyyətlərin olduğunu, özünün kim olduğunu bilməlidir. Bəlkə ondan sonra sevsə, onda məsələn o platonik sevgidən danışır. Mən belə bir sual verəcəm sizə. Fəlsəfi danışdıq, o elə davam eləyək də. Siz hər şeyi görən, bilən, maşallah, bayaq da qeyd elədim, Amerikaşünas, artıq 30 yaşınızda siz fəlsəfi elmləri doktora adını almışdınız, dissertasiya müdafiə eləmişdiniz. Yəni, bütün bunları qoyuram kənara. Şəxsi həyatda bütün bu bilikləriniz köməyinizə çatdımı? Mən deyim ki, cavan vaxtı biliklərə o qədər müraciət eləmirdim.
elə hər şeyi... Neçə yaşdan sonra daha özünüzü anlamağa başa düşdünüz? Demək olar ki, 33 yaşından sonra. 33 yaşında. Bəs onda ailə həyatı nə vaxt qurmusunuz? Ailə həyatı 23 yaşında. 23 yaşında, doğrudan belə tez. Bəli, vaxtında qurmuşam ailə həyatı. Əslində vaxtındadır, amma indiki dövr üçün 23 yaş biraz belə tez səslənir. Amma 40 yaşından, 33 yaşından sonra hər şeyi ciddi qiymətləndirmək istəyirsən. Elxan müəllim, 23 yaş, yəni elə bir yaşdır ki, nə çox gənc deyilsən, yəni ortada, yəni artıq düşünən bir yaşdır. Bizim dövrümüzdə elə bir xüsusiyyət var idi. Məsələn, ali məktəbi qutardısa, 80%, 90% evlənirdi, fikirləşirdi ki, elə ali məktəbi qutaranda... Elxan müəllim, bir şey deyim, valideynləriniz evləndirdi sizi, yoxsa siz özünüz evlənmək istədiniz? Mən özünüz evlənmək istədiniz. Əla, mən gedim onda qapını açım. Bəli, inşallah. Maraqlıdır. Elxan müəllimlə söhbət eləmək çox maraqlıdır. İnsan doymur, həm mahnılarından, həm söhbətlərindən. Görək kimdir gələn. Bugün qonaqlarımız çox olacaq. Ona görə gözünüz bizdə olsun. Sabahınız xeyir. Xoş gəlmisiniz. Sağ olun, çox sağ olun. Gözəlim, səsin gəlmir. Biraz möhkəm danış görüm. Çox sağ olun, çox sağ olun. Xoş yox, nəsə gəlmədi səsi. Qoy gedim, ən yaxşısı qapıdan eşidim səsini. Elxan mənim darıxmayın, gəlirəm. Maraqlı bir ailə gəlir evimizə. Hə, məncə tanıyırsınız onları. Onları Azərbaycanda tanımayan yoxdur. Həm xanım, həm də bəy məşhurdular. Xoş gəlmişsiniz. Hələ mən onların bu gül balalarını demirəm. Onlar ümumiyyətlə məşhurdular. Xoş gəldin. Necəsən Səbiş? Xoş gəldin. Xoş gəldin İbrahim. Ey, necəsən? Keçin, keçin. Elxan mənim orada gözləyir. Tək qoymayaq onu. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Bizim gözəl xanəndəmiz, gənc xanəndəmiz Səbinə Ərəbli. İbrahim də aparıcıdır da, tanıyırsınız. Yəqin ki, qonaqda olmuşsunuz. İbrahim çox dəyər verdiyim insandır. Əla, əla. Nə gözəl, nə gözəl siz gəlmişsiniz. Çox xoş ki, bax elə birlikdə sizi dəvət eləmişəm. Özdə elə güclü gəlmişsiniz ki. Güclü adamlar var. Səbiş bir balacasıdır. Həmişə belə bir orada dayaq kimi olsun. Elxan mənim, siz bir buna baxın. Bir göstər özünü, səni göstər. Hansı utancaq deyil? Sənin adın nədir? Nə? Mətin? Mətin də adı. Neçə yaşın var Mətin? Oy, təzə durub yuxudan, Oy. Baxışına vurulmuşam, duruşuna vurulmuşam, yerişine vurulmuşam. Mənim gözəl, mənim gözəl, mənim gözəl. Baxışına vurulmuşam, duruşuna vurulmuşam, yerişine vurulmuşam.
İbrahimdən Səbniyə həsr olunur. Orada deyir, dilin laldır sənin. Hə, sağ ol. Hə. Bu neçə ildir mən televiziyada aparıcı, bu da müğənni. Bir hündürdən danışma. Hərdən Səbniyə evdə danışır. Deyirəm, nə deyirsən? Hərdə deyirəm, bir hündürdən danışır. Aparıcılar da qınamır. Mənim öz verilişimdə neçə dəfə qonaq olub, gəlib yaxından dönüm, görüm nə deyir? Efirə yaxşı gedir mikrofon, amma özü nə deyir, başa düşmür. Hə, istərsən öz çətinliyi çəkirsən, başa düşməyə ki, nə deyir və özü elə göstərirsən ki, güya başa düşdün ki, nə eşitdin. Deyirəm, Səbinə qışqır. Deyirəm, elə qışqırmağım budur da. Qışqır deyirəm, danışan bəlkə qışqıra danışsan, bizim normal danışığımıza gəlib çata bilər. Amma Səbinədir də, Səbiniyə bağışlamaq olar. Mən neyim ki, mənim səsləndirim belə. Gedək İlham müəllimin yanına, gedək əyləşək. Mastanlarımız da oynasınlar, maşallah. Allah saxlasın. Ümumiyyətlə, bizim bu sənət aləmində show biznes deməyəcəm, heç aid eləmirəm də sizi ora. Məncə siz özünüz də aid eləmirsiniz. Mən də çox sevinirəm ki, aid eləmirsən. Hə, yox, aid eləmirəm. Bəzən istəyirlər hər hansı bir cəhdlərlə ora əlavə eləsinlər, məsələn, belə cütlükləri, amma məncə kənarda qalsalar daha gözəl olar. Mənim özümü eləmək problem deyil, amma mən istəyirəm onlara aid eləməsiniz. Amma məncə sizi də aid eləyə bilməzlər ora. O, that's up to you, o sənlikdir. O sənlikdir, amma onlar haqqında mən deyə bilərəm ki, show biznesə aid eləmək olmaz. İbrahimin özünü mən əvvəldən tanıyıram, tamam başqa insandır, çox ciddi, çox ciddi. Və eyni zamanda burada bildim ki, onlar ailədirlər və mənim üçün bu günləri... Doğrudan deyirsiniz? Allah'ın olsun. Onda sizin üçün bir sürpriz eləmişik. Sürpriz oldu və bu günləri sevindim. Bu günün məsələn sevinci, mən ondan qaniyəm ki, elə bu sevinc mənə bəsdir bu gün. Elxan mənim, sizin ürəyiniz var, eynən mənim kimi, mən də elə düşünürəm ki, bu cür ailələr görəndə bilmirəm, necə mən ona pis baxa bilərəm, necə mən ona kəm gözlə baxa bilərəm. Günahdır, məsələn, elə şeydir, kəm baxmaq günahdır. Çox sağ ol. Və yenə də yavaş danışır. Eşidilmədi nə dedin, gözəlim. Deyirəm ki, Allah sizi də xoşbəxt eləsin. Əsas oldu. Nə dedinsə, sağ ol. Artıq neçə ildir sən onu möhkəmdən danışmağa alışdıra bilmirsən? Ondan qabaq 2009-dan münasibət. Yəni bizim dostluq falan, belə münasibətimiz başlayandan 2009-dan fikirləşsə bir 12 ilə yaxındır. Onda 2009-dursa demək elə Səbinənin xalq ulduzunda bəyənmişsən. Mən Soy Production'da çalışırdım. Çünki mənim yadımdadır 2009-da bizim səhər verilişinə biz dəvət edirdik Səbinəni. Onda subay idi təbii ki, bax balaca bir qızcığaz idi. 17 yaşın olardı ya olmazdı, hə? Olmamışdı deyəsən. Olmamışdı, 16 hətta. Bəli, onda bizim Hələ adamlar işindən sizin kimi yaramırlar. Allah çox görməsin. Çox görməsin, xoşbəxt eləsin. Üzr istəyirəm, bizi qovuşduran ATV kanalı oldu da. Nə gözəl. Xalq Ulduzu layihəsi, həm Soy Production'ın, həm ATV-nin layihəsi. Doğrudan çox gözəl layihə idi. Televiziyanın həyatında belə şeylər çox olub. Çox deyəndə, məsələn, saymaq olar nə qədər olub. Əvvəllərdə diktorların həyatında və yaxud da televiziya işçisinin həyatında çoxdandır belə mövzuya toxunmurdum və yaxud da mən toxunmurdum. Amma burada biraz təzələndi o mövzu. Təzələndi. Doğrudan təzələndi. Həm də bu ailəni axı siz bir gördünüz, onların evli olduğunu bildiniz. Bəlkə də elə sizin kimi tamaşaçılarımız da var. Bayaq söylədim ki, yazdıqlarınızı oxuyacağam. Baxım görüm artıq nə qədər yazıblar. Ümumiyyətlə insanın niyyəti gərək xoş olsun. Elədir. Əgər niyyətin xoş deyilsə, heç bir işdə sən müvəffəqiyyət qazana bilməzsən. Elxan mənim, bəs qarşınıza necə? Həmişə niyyəti xoşmu adamlar çıxır? Yoxsa naxoşlar da olur arasında? Çox naxoşlar da çıxır. Çox, məsələn, görürsən ki, nankorlar çıxır, çörək itirənlər çıxır. Bu da həyatın qaydasıdır da. Ona qoşulsan və yaxud da onu çox ciddi qəbul eləsən, bəzən ciddi qəbul eləyirəm. Məsələn, görürsən ki, elə insanlar olur, çox ciddi qəbul eləyirəm və mən xasiyyətcə ümumiyyətlə əzazil adamam. Özümü elə qiymətləndirirəm. Doğrudan deyirsiniz. Amma sizə baxanda onu mən, məsələn, İbrahim deyərsən onu. Mən də. Ancaq o bəzi adamlar elə olur ki, belə də indi səhərdir, istəyirəm hər şey xoş olsun. Amma var Elxan müəllim. O əzazillik var. Mən inanmaram. Yox, var. O çox həddindən artıq dostlarım, yoldaşlarım bilir ki, varmı hal-hazırda? Elə adamlar çoxdur. Musiqini çorlayanlar var. Mən düşünürdüm ki, indi yəqin ki, bir nəfərdir, amma çoxdur. Onlar nə ediblər sizə Elxan müəllim? O demək olmur ki onu.
demək olur. Sadəcə ömrüm keçir yaxşılıqla və ya niyyəti xoşluqla söhbət getdi ki, sən istəyirsən, çalışırsan, yaxşı olasan, sən ona görə nəyəsə görə eləmirsən, sənin təbiətin belədir. Amma o nankör də ona görə ki, çörəyin itirən də ona görə ki, o onu qiymətləndirmir. Və bəzən deyirlər ki, nəzakət göstərirsən, acizlik sanır. Sən nəzakət göstərirsən, mədəniyyət göstərirsən, sənə elə bilir ki, sən aciz adamsan, qüvvəsiz adamsan, zəif adamsan. Da bilmir ki, biz yeganə varlıqdır, Allah onunla aramızda olan haqq hesab var. O kimdir ki? Elxan müəllim, çörək itirən dediniz. Yəqin ki, bu kimdirsə çox yaxın adamdır. Əgər o insana çörək vermisinizsə, demək birlikdə çörək kəsmisiniz, demək birlikdə olmuşsunuz. Yox, birlikdə çörək kəsmək yox. Məsələn, elə eləyirsən ki, məsələn, bir çörək qazansın, bir yol açırsan da. Əli çörəyə çatsın. Amma cəmaat nə deyir desin, sən öz yaxşılığından qalmırsan. Elxan müəllim, bəs Elə insanlar bilirsən, onu tapşırırsan Allaha və eyni zamanda özün necə deyim, öz istəyində olursan, daimi diqqətdə saxlayırsan və daimi görürsən ki, sənin əvəzindən qurban olduğum yavaş-yavaş işlərini görür. Cavablarını verir. Amma məncə elə o hissləri heç özünüzə yaxın buraxmayın. Çünki biz sizin həmişə simanızda bir nur görmüşük. Mən adətən deyirəm ki, bir insana qarşı hər birimizin həyatında olur belə bir şey. Biraz o insandan qəlbin qırılanda, o insandan küsəndə, sanki insanın öz üzündə canlanır o hisslər. Özün sanki bir rəngin boğulur, üzün boğulur, qaşın çatılır, bir başqa baxlı olursan, bir başqa cür olursan. Bəzən heç bilmirsən ki, niyə beləsən. Hər hansı bir hadisə sənin o həyatında bir iz qoyanda. Amma məncə onları biraz boş buraxın, çünki həyat gözəldir. Bilirsiniz, biz oxuduqlarımız olmasaydı, təbii ki, tamam başqa səpkidə insanlar olardı. Bizi həyatda saxlayan bizim oxuduqlarımızdır, əməl elədiklərimizdir. Deyir, hər kəsdə hünər də var, eyib də var. Bil ki, sən hünərli olacaqsan, eyibləri görməsən. Məsələn, bunu Nizami deyir. Hər kəsdə hünər də var, hər kəsdə yaxşı xüsusiyyət də var, eyib də var. Bil ki, sən Nizami məni qoymur, mən ona görə ona babam deyirəm. O məni qoymur, məsələn, deyir, hünərli olacaqsan, yəni yaxşı insan olacaqsan, eyibləri görməsən. Hünərli olacaqsan, görməyəcəksən. Amma o ünvanlar, bəzi ünvanlar, bilməsinlər ki, elə həmişə mənə Nizami babam kömək eləyəcək. Bir vaxtda özüm hərəkət eləyəcəm. Aha, yəni bu bir ismarıcıydı. Səhər-səhər Elxan Şirinovdan Zaurla Günaydın'da səsləndi. Bilirsiniz nəyə görə bunu dediyim? İnsan gərək xarakterlə olsun. Əlbəttə. Xarakter olmayanda həyat maraqsız olur. Sizi əvvəldən belə görüblər. İndi alışıq deyirlər ki, siz nəsə eləyə bilərsiniz. Alicənab, nəzakətli, hər zaman təmkinli. Onun üçün mən misal çəkdim ki, nəzakət göstərirsən. Mən nəzakət, mədəniyyət göstərirəm, elə bilirlər acizdir. Belə də olmalıdır. Bəli. Elxan mənim, ən yaxşısı sizin o gözəl ifaları eşidək. Bugün səhər olmasına baxmayaraq, Elxan müəllimin repertuarından mənim çox-çox sevdiyim bir mahnı. Axşamlar olmayacaq. Mən onlar, Günay xanım, o birazdan, onu hazırlasınlar. Onlar ki, mən istisna olaraq, məsələn, buradan salam göndəreyim və yaxud da dostlarım, yaxında, uzaqda dostlarım var. Sizə hər şey olar. Əlbəttə olar. Ondan sonra bir dəstə qızıl səslənəcək. Mən dostlarıma güvənirəm, onlar ki, mən bu günləri biraz adiləşim, özüm. Sadələşim. Siz hər halınızla bizə xoşsunuz, Elxan müəllim, hər halınızla, buyurun. Məsələn, elə dostlarım var ki, dostlarım çoxdur, təbii mənim dostlarım həddindən artıqdır, həddindən ziyadədir. Məsələn, indi ona o sıraya qoşulan uşaqlar var, məsələn, John Mərd uşaqlar var. Elə də Hikmət var, mənim məsələn Xəzər rayonunda, Fətəliyev Hikmət. Mənə təsir edən gözəl xüsusiyyətləri var deyə mən onun adını çəkirəm. Məsələn, mən adını çəkmək istəyirəm 90-cı ildən Tehranda Mənsur. Onu deyim, Tehrandan bizi çox izləyirlər. Bayaq yazmışdılar yeri gəlmişkən, sual verdim, Mənsuru ona görə qeyd edirəm ki, onun xanımı qəza keçirib, heç bilmirdim, məndən gizli saxlayıb, amma indi 90% yaxşı olub. 90% yaxşı olub,
İnşallah ümid edək ki, Allah qoysa o 10% də keçib gedər. O sıxıntılar. Bəlkə elə onlara gəlsin bu ifanız. Bir dəstə qızıl gül. Çox gözəl olar. Bütün insanlar. Eşkimizi zülmetler alır, hiç zaman hiçbir vaxt oyanan değil. Məhəbbət ömürlük yuxuya dalıb, sensiz o duygular oyanan değil. Sensiz eşkimizi zülmetler alır, hiç zaman hiçbir vaxt oyanan değil. Məhəbbət ömürlük yuxuya dalıb, sensiz o duygular oyanan değil. Yadıma salınan mühteninleri, seninle sevgimi yitirmişem ben. Sen yaman sevirdin kızıl günleri, yine bir deste gül getirmişem ben. Yadıma salınan mühteninleri, seninle sevgimi yitirmişem ben. Sen yaman sevirdin kızıl günleri, yine bir deste gül getirmişem ben. Yazınıb qara, şəfəqlər zülmətdə boğulan günü. Bir də iki dəfə gəlirəm bura, biri sevgimizin doğulan günü. O biri tarixə yazınıb qara, şəfəqlər zülmətdə boğulan günü. Yadıma salınan ötən illəri, səninlə sevgimi yitirmişəm mən. Sen yaman sevirdin kızıl günleri, yine bir deste gül getirmişem ben. Yadıma salınan bütün illeri, seninle sevgimi yitirmişem ben. Sen yaman sevirdin kızıl günleri, yine bir deste gül getirmişem ben. Bravo İlham müəllim, bravo. Çox təşəkkür edirik. Həmişə
təravətli, günlə bərabər olun inşallah. Amin inşallah. Sağlıq olsun. Çox gözəl bir mahnı. Məncə elə yerinə düşdü o salam göndərdiyiniz şəxslərə də. Əlbəttə ki, bəzən görüşmürsən, bəzən əhvalı, özdə indiki bu bir ildir, görürsəm pandemiya dövründə, amma ürəyin istəyən adamlar olur. Ona görə ənənədən kənar hərəkət elədim, salam göndərdim. Olsun, bugün bir başqa cür tanıyaq da sizi. Bəli. Hər zaman mən deyərdim... Çox xoşum gəlir ondan ki, insan gərək adiləşməsin. İnsan gərək çox həddindən artıq yaşayışımda bir onu bilirəm ki, həmişə cəhd eləmişəm ki, təbii o başqa cür çıxmasın. İnsan gərək adiləşməsin, yəni həm özünə fikir versin, o mənada fikir versin ki, mənalı olsun, geniş əhatə dairəsi olsun, dostları çox olsun. Elxan mənim, elə üzr istəyirəm, ailə həyatında da belə olmalıdır. Məsələn, artıq neçə ildir ailəlisiniz Səbinə? Maşallah. 6 ildir. 6 ildir. Ailədə də bu var. Ailədə də gərək bir-birin üçün adiləşməyəsən. Yəni, bunun üçün hər iki tərəfin çaba, güc verməyi vacibdir. Balaca bir dövlət. Bəli, balaca bir dövlət. Bugün sizin balaca bir dövlətinizə mənim sürprizim olacaq. Bura bir nəfər gələcək. Bilmirəm, neçə vaxtı görüşürsünüz, görüşmürsünüz, necədir vəziyyət. Əslində, mən də onu ilk dəfə görəcəm. Amma tamaşaçılar yəqin ki... Yox, olmayıb. Bizim evin qonağı olmayıb. Ümumiyyətlə, artıq 3 ildir yayımlanır Zağla Günaydın. 3 ilimiz tamam oldu. 3 ildir. Bəli, 3 ildir. Yəni evimizdən canlı-canlı tamaşaçıların qarşısına çıxırıq. Bu 3 il ərzində evimizin qonağı olmayıb, dəvət etməmişik. Amma bugün məhz sizin ailəyə görə... Bizim evin qonağı olub. Onu desəm biləcəksiniz axı. Bəlkə bir balaca sır qalsın. Hə, yaxşı qoy deyim də. Biraz Tolstoy-vari hərəkət eləmək məhz sizin evin qonağı olub. Bilmirəm nə qədər tez gəlib, çox gəlib, az gəlib. Baxır, siz onu necə qarşılamışsınız da, orasına baxır. Yaxşı olar ki, onu biraz gizli saxlar. Çox maraqlı olsun. Doğrudan, sizə maraqlı oldu. Hə, maraqlıdır əlbəttə. Bugün sizin üçün bir sirr açıldı ki, bu cütlük ailədir. İbrahim bizim aparıcımızdır. Hal-hazırda hansı kanaldasan? Hal-hazırda Sumqayıtdayım, Dünya Televiziyasında. Çox gözəl. Həftə içi 5 gün canlı, axşam saat 10-da canlı yayında. Nə layihəsidir? Musiqili, əyləncəli və rubrikalarla doludur. Səbinəni qonaq çağırırsan tez-tez? Yox, tez-tez yox, bir dəfə olub qonaq. Hələ bir dəfə olmuşsan. Xanəndələrə həsr eləmişdim. Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Səbinə üçü birlikdə gəlmişdim. Elə mənim yadımdadır, o vaxt 2011-ci ildə bizim televiziya muğam müsabiqəmiz efirdə olanda, yayımlananda milyonlarla insan izləyirdi həmin layihəni. Əslində Səbinə xalq ulduzunda tanındı, sevildi. Elə İbrahim də xalq ulduzunda onu gördü, seçdi, bəyəndi. Nə yaxşı ki də belə oldu, gözəl bir ailələr var, Allah qorusun. Allah xoşbəxt eləsin. 2011-ci ildə həmin o müsabiqədə daha da tanındı. Çünki milyonlarla insan izləyirdi həmin proqramı və 2011-ci ildə elə qalib oldun. Səhv eləmirəmsə Mirələmlə birlikdə. Bəli, Mirələmovla mən birinci yerdə. İkiniz birlikdə olduq. Ondan sonra həyatın tamam dəyişdi, hə Səbinə? Təbii ki, buradan təşəkkür edirəm bizim vitse-prezidentimizə. Nə yaxşı ki, o müsabiqələri Heydər Fondunun dəstəyi ilə başladı. Bizim üçün çox böyük bir yol açdı, belə deyim. Yəni, dərin təşəkkürümü bildirirəm. Var olsunlar. Hər zaman biz musiqiçilərə, biz ifaçılara dəstəklərini nümayiş elətdirirlər. Hər zaman biz bunu hiss eləyirik üzərimizdə. Bu diqqəti, bu qayğını təşəkkür edirəm bir daha ki. Bax, bu cür xanımlara həm sənəti, həm ailəni bir yerdə yürütmək çox çətindir. Bilmirəm... Ümumiyyətlə, bəzən mümkün. Yar aman, 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 aman. Yar aman, aman.
qocatmayan elə gözəldir, gözəldir, gözəldir. Şad xəbərlər gəzdirən elə gözəldir, gözəldir, gözəldir. İnsanı qocatmayan elə gözəldir, gözəldir, gözəldir. İnsanı qocatmayan elə gözəldir. Təşəkkür. Doğrudan da çox vacibdir o şirindir. Və oğlanların burada ifa eləyirlər. Müşahidə edirlər yəqin. Yəqin analarını görüblər ifa eləyəndə. Nəsə ifa eləyə bilərsən bizim üçün Səbir? Əslində çoxdandır ifa eləmirəm. Gəldik bu şeytanın ayağını burada sındır. Məktəb vaxtı çaldığım ifalar. Musiqi məktəbinə getmisən. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Uşaqlar üçün elə də nəsə, uşaqlar üçün. Nə bilim. Nəsə bir ifa elə. Anaya Səid imkan ver, imkan anaya da. versə, nəsə. Səid icazə verirsən ana ifa eləsin. Ay Səid. Səid. Yox, qoyun bugünkü Səidin günün 3 yaşı var. 3 yaşı var, 4 olacaq. Amma elə bir atalarına daha çox qulaq asırlar ha. Hə, nə məsələdir? Ata sevgisi Ümumiyyətlə daha. ataları ilə nəfəs alırlar, yəni belə deyək. Evdə sən daha çox olursan. Əlbəttə yox, mən ən gec gələn mənəm. Yəqin səni az gördüklərinə Mən görədir. qışqırmıram, mən şillə vurmuram. Deyəsən sürprizimiz gəlib. Siz keçin zəhmət olmasa yerinizə. Söhbətimizi davam elətdirərik. Mən gedim görüm. Odurmu gələn, yoxsa? Yox. Sabahınız xeyir. Sabahınız xeyir. Xoş gəlmisiniz. Gəlirəm. Bilmirəm, monitordan tanıdınız ya yox. Amma Səbinə ilə İbrahim görən kimi tanıyacaq. Çünkisi var. Çünkisi var. Hər şey qaydasındadır. İlk dəfədir bizə qonaq gəlir. Xoş gəldiniz. Salam Pərviz, xoş gəldiniz. Təşəkkür edirəm. Çox sağ olun. Mən bilirəm ki, qohumluq əlaqələriniz var. Necə düşürsünüz? Hə, deməli siz onun dayısı olursunuz. O da sizin bibiniz qızıdır. Əla, gəlin qoy görsün sizi. Səbinə. Pərviz Qasımov. Bəli, Pərviz Qasımov. 4 ayda yoxdur. Bizim xanəndəmiz, ifaçımız. O da muğam müsabiqəsinin qalibi olub. Həm də mən bildiyim qədər digər festivallarda da qalib olmuşsan. Buyur Pərviz, xoş gəldin. Çox sağ olun. Təşəkkür edirəm Seyxan bəy. Hoş gəldiniz. Allah Bibi qızı buradadır. Sizi görməyə şad oldum hər birinizi. Allah həmişə şad eləsin səni. Bizim dəyərli Elxan müəllim. sənətkarımız. Maşallah. Elxan müəllimin bu xüsusiyyətini o qədər sevirəm. Bəzən deyirik, o köhnə adamlarda olur. Məncə bu adətləri yaşatmaq lazımdır. Elxan müəllim hər qonaq içəri girəndə ayağa qalxır. Görün nə qədər özündən yaşca çox kiçikdir. Pərviz bəlkə məndən də kiçikdir. Yəni yaşca o kiçik olmasına baxmayaraq bir etiket qaydasıdır. Bu belə olmalıdır. Onu biz deməməliyik, amma belə olmadı. İndi məcbur olub demək lazımdır ki, təzə nəsil heç olmasa Görsünlər, götürsünlər. Hə, bir balaca heç olmasa o digital, rəqəmsal dövrandan mənəviyyat dövranına da ayaq bassınlar yavaş-yavaş. Siz biləsiniz ki, bayaqdan digital aləm dediniz ha, amma o digital aləmdə, sosial şəbəkələrdə, hal-hazırda bizim Instagramımızda yazılan mesajları oxusaz, ürəyiniz açılar. Çünki hamı təşəkkür eləyir ki, nə yaxşı bu cür dəyərli sənətkarı, bizim gənc sənətkarlarımızı dəvət eləmişsən, sənətçilərimizi dəvət eləmişsən. Çoxlu dualar oxuyurlar, könlümüz açıldı söyləyirlər. Sağ olsunlar. Bax, o sosial şəbəkələr, bilirəm siz istifadə eləmirsiniz sosial şəbəkələrdə. Mən istifadə eləmirəm, amma mən onların hamısına təşəkkürümü bildirirəm və Pərvizin gəlişi ilə əlaqədar, yəni gəlişin hər zaman xoşdur. Allah sizi var eləsin. Mən bələdəm, oxumağına bələdəm. İlk dəfədir bizim evimizdədir, biz də onu eşitmək istəyirik. Bəlkə ifa eləyəsən bizə Pərviz. İnşallah davamlı olar. Buyur.
sənə qurban mənə nazir Nazin ilə könlümü aldın mənə nazir İşvəl canan sənə qurban mənə nazir Nazin ilə könlümü aldın mənə nazir Hər səsdən aləmdə bilir Loğman sənsən Nazət nə gərəkdir mənə dərman mənə nazir Hər səsdən aləmdə bilir Loğman sənsən Nazət nə gərəkdir mənə dərman mənə nazir Naz etmən ey yar mənə Naz etmən ey yar mənə naz et can mənə nazir Çəkmək şərayət qəlbimi viran mənə nazir Arzum budur eşqinlə verəm can mənə nazir Çəkmək şərayət qəlbimi viran mənə nazir Hər kəsdən aləmdə bilir Loğman sənsən Nazət nə gərəkdir mənə darman mənə Mən ey yar mənə naz et Naz et, naz et Naz et mən ey yar mənə naz et Naz et, naz et Naz et mən ey yar mənə naz et Naz et mən ey yar mənə naz et Mənə naz et Mənə naz et Təşəkkür Pərviz, təşəkkür. Bax, Pərviz ifa etdikcə mətnlə səyahətdə onu müşayiət edərlər. Sən də kürəkən düşürsən də ona. Tez-tez zəng eləyir deyir, məni efirinə çağır. Məni efirinə çağır İbrahim, deyir sənə. Yox, Pərvizdə elə bir şey yoxdur, amma verilişimdə olub. 2 dəfə olub. Yəni, bu neçə ildə 2 dəfə olub. Niyə tez-tez dəvət eləmirsən? Qoxumda axı. Həm biraz səvinəndə tez-tez dəvət eləmirəm. Hə, deyirsən, deyərlər ki, nə oldu elə, səhət yoldaşı, qohumbazlıq var axı elə sözdə. Ona görə 2 dəfə Pərvizi, 2 dəfə də səvinə çalmışım. Cəmi bu illər ərzində. Bəli, doğrudan, yəni. Yerli bazlıq eləmək istəmirsən də. Qohumbazlıq. Burada yox idin deyəsən, söylədilər Türkiyədə Demet Akalının verilişində olmuşsan. Orada nə hadisə yaşanmışdı, nə baş vermişdi? Hadisə, mən 3 ay Moskvada oldum, bir sıra şəhərlərdə konsert proqramına deməzdim. Toy məclislərinə, el şənliklərinə dəvət almışdım. İndi nə məsələdirsə, hamı oradadır. Məndən sonra, mənim elə bil əyağım düşər. İlk gedənlərdən biri mən idim ora əslində. Nə vaxt getmişdiniz siz? Mən yanvarın 21-i getmişdim. İlklərdən olmuşsunuz onda. Bəli. Mən
İndi bəzi müğənnilərimiz var ki, gəlirlər çörəklərin qazanırlar da. Allah ruzlarını bol eləsin. Amin, hər kəsin. Eləsi var ki, gəlirlər Bakıya saytlara məlumat göndərir ki, burada solo konsert verdi, burada böyük məclislərimiz, elə şey yoxdur. Restoran sistemidir, məsələn. Gəlirlər sifariş oxuyurlar, məsələn. Elə bil necə ki, Azərbaycanda fəaliyyət göstərən restoranlarımız var ki, şou proqramlarımız gəlir. Əslində bunda pis bir şey yoxdur. Prosta saz olaraq qələmə vermək, konsert kimi qələmə vermək. Konsert kimi, amma bəzi müğənnilərimiz var ki, gözəl toy şənlikləri, məclisləri aparırlar Rusiyada, mən olduğum şəhərlərdə, Siz kimlə bərabər getmişdiniz? Mən musiqi işlərimdə hər zaman mənim yanımda olan dəyərli dostum var, Elşad Şəkili Nağara ifadəsi. Bəs sənətçilərdən kimsə var idi mi yanınızda, yoxsa? Yox. Mən tək ancaq yarım saatlıq, 15 dəqiqəlik çıxışlarım olurdu muğam. Çünki mən belə toy aparan ifaçı deyiləm. Yalandan deyirəm ki, mən gedim. Siz Səmərqənddə də festivalda, mən xatırlayıram o zaman 75 ölkə iştirak edirdi həmin o festivalda. Çox böyük müsabiqədir həqiqətən. Bəli. O müsabiqə 2 ildən bir keçirilir. Mənə qədər ilk birinciliyi gətirən Azərbaycanın 98-ci ildə Simarə xanım İmanova, bəli. Salamlayırıq buradan, dəyərli sənətkarımız. Sonra 2001-ci ildə dəyərli sənətkarımız Alim Qasımov birincilik gətirib Azərbaycana. 2003-cü ildə ikincilik gətirib bizim dəyərli sənətkarımız Zabit Nəbzadə. 2005-də Aygün Bəylər, dəyərli sənətkarımız. Hamısını salamlayırıq buradan. Və uzun fasilədən sonra 2000 neçə idi o? 2010-11 idi? 2005. 2005. Bir 10 il, 11 il. Yox, sizdə. Məndə elə bil 11 ildən sonra qalibiyyətli gəlmirdi Azərbaycana. Bizim ifaslarımız iştirak edirdi o müsabiqələrdə. Çox təəssüf ki, indi qismət deyilmiş ki, müsabiqədə qaliblik nominasiyasını qazanmaq. Qismət bizə oldu ki, daha çox çalışdıq, əziyyət çəkdik. 3 ay, hər gün 3 saat, 4 saat məşqlər olurdu. 3 saat, 4 saat, özdə 3 dənə, 4 dənə köynək dəyişirdi. Əsas odur bunu qazandınız, Azərbaycan bayrağını orada dalğalandırdınız. Nə gözəl. Amma Türkiyədəki proqramda, Alişanla Demet Akalın proqramında biz qardaş ölkə kimi bir-birimizə çox mehribanıq. Amma sənət barəsində çox yadıq. Necə yadıq? Yox, deməzdim. İndi olur, hadisələr olur, amma... Yox, onların bizə göstərdiyi diqqət, münasibət, bizim onlara göstərdiyimiz diqqət və münasibət. Əgər Türkiyədən gələn ifaçılar olur ki, məsələn Bakıya, sırf bir müğənni üstündə proqramı qururlar. Amma bütün detalları da bilmirik axı da. Ona görə yəni hamısına aid eləmək olmaz. Yox, mən demirəm. Yeri gəlmişkən mən onu söyləyim. Pərviz, elə Türkiyədən danışdın. Bax, hal-hazırda bizi Türkiyədən çox izləyirlər. Bayaq bir sual verdik tamaşaçılarımıza ki, haralardan bizi izləyirsiniz, hardan yazırsınız bizə. Bax, Bursadan yazırlar, İstanbuldan yazırlar, Ankaradan yazırlar və o qədər xoş sözlər yazırlar. Mən çox sevinirəm ki, hal-hazırda ATV telekanalı Azərbaycandan kənarda, biz bilirik, bütün dünyada yayımlanır ATV telekanalı. Amma Türkiyədə izlənməsi, Türkiyənin o böyük şəhərlərində izlənməsi, yörələri söyləyirlər, kəndləri deyirlər, qəsəbələri deyirlər, bax, oralarda izlənməsi bizi çox sevindirir. Biz hər zaman Türk qardaşlarımızın yanındayıq, Türkiyənin yanındayıq. Və hər zaman ürəyimiz onlarla döyünür, necə ki, onların da ürəyi bizlə döyünür. Mən düşünürəm ki, hər sahədə əməkdaşlığımız davam etməlidir və belə də olacaq. Bilirsiniz ki, uzun illərdən bəri olan bu qardaşlığımız, bu birliyimiz, bizim bu türkçülüyümüz artıq bizim qanımızdadır, genimizdədir. Bunu heç nə dəyişə bilməz, buna heç nə mane ola bilməz, buna heç bir qüvvə mane ola bilməz. Nə qədər böyük qüvvə olursa olsun, Azərbaycan-Türkiyə birliyi hər zaman möhtəşəm bir güc deməkdir, birlik deməkdir və bu birliyə mane olmaq istəyənlər, buna kölgə salmaq istəyənlər layiqli cavablarını alacaqlar, çox tezliklə inşallah. Və mən istəyirəm ki, bax, elə Türkiyədən bu mesajları, bu sevgi dolu sözləri, şərhləri almışkən, bəlkə bir canlı-canlı elə ikinizdən də bir birləşib bir türk mahnısı ifa eləyəsiniz. Türk mahnısı? İstəyirsən, sən başla, biz davam edək. Orada bu proqramla əlaqədar təzə bir şey öyrəndin, türk mahnısı. Əlbəttə, əslində... Bəlkə onu nə öyrəndin? Əslində, bax, Türkiyədən o qədər mesajlar aldım ki, hədsiz dərəcədə... Bax, indi də yazdılar, onu söyləyirəm. Bəs Səbinə, sən başda, Pərviz davam eləsin. Buyur. Olsun, olsun. Ürəyindən keçirsə onu ifa elə, lap gözəl. Çırpınırdın qara dəniz, baxıb Türkün bayrağına, çırpınırdın qara dəniz, baxıb Türkün bayrağına,
Ah ölmeden bir görseydim, düşebilsem toprağına. Ah ölmeden bir görseydim, düşebilsem toprağına. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, yaşasın Azərbaycan-Türkiyə. Hər zaman da belə olacaq. Yenə də söylürəm. Əbədidir, bəli. Çünki bizim qanımızda, genimizdədir. Və biz bunu gələcək nəslə də ötürməliyik. Bayaq siz necə söylədiniz ki, bəzi qaydalar var ki, onları biz böyüklərdən götürürük. Bəli, bəli. Bu da elə eynən onun kimi. O qanında, şəkərində var, millətin qanında, şəkərində varsa, əbədidir. Bu dostluq onsuz da əbədidir inşallah. Və Elxan, mən deyərdim ki, Türkiyədə proqramda bizim Azərbaycan musiqiləri necə sevirlər. Təbii ki, elə mən oxudum ilk Rauf Hacıyevin Gülə Bilməz mahnısını. Bir gözəl qarşılama. Bir balaca oxu da ondan, bir balaca, canlı-canlı. Səni qəlbimdə gəzdirib hər an, eşqimiz görməsin, söylədim hicran. Ala gözlüm mənim, dözən dilbərim sən, sənin eşqindən ay qız, ağladım, güldüm, ağladım, güldüm. Gülə bilməz gülü bahar sənsiz, ürəyim o tutub yanar sənsiz. Gülə bilməz gülü bahar sənsiz, ürəyim o tutub yanar sənsiz. Gülə bilməz gülü bahar sənsiz, ürəyim o tutub yanar sənsiz, gülüm sənsiz. Teşekkür. Geceler
Deyirsiniz ki, bu kimdir, bu belə mənim yerimə ürək qoyublar. Hə, Mətin qoyub. Mənə ürəyini qoydu, getdi. Çox onun ürəyinə qurban. Allah saxlasın bütün balaları. Susub səni nə desən də dinləyirəm. Hirslə baxan gözlərini mən ilk dəfədə gördüm. Yox olmasın bu soyuqluq istəmirəm. Gedən oldu, dönən olmadı. O yol aradı, deyən olmadı. Getdin o yol səni uçurumlara apardı.
bax Bəri bax Bəri bax Bəri bax Bəri bax Salıbsan ay bər bax, bər bax Məni məndən alıbsan, niyə tənha qalbsan Ey, məni oda salıbsan ay bər bax, bər bax Məni məndən alıbsan, niyə tənha qalıbsan Mən sənə neyləmişəm, mən sənə neyləmişəm Ay bər bax, bər bax Mən sənə mən sənə neyləmişəm Ay bər bax, bəri bax Bəri bax Bəri bax Bəri bax Bəri bax Dağlı bal dedilər Ay bəri bax, bəri bax Qadasına dedilər qadan mənə Bəri bax Ay bər bax, bəri bax Mən sənə neyləmişəm, mən sənə neyləmişəm Ay bər bax, bəri bax Ay bəri bax, bəri bax Ay bəri bax, bəri bax Ay bəri bax, bəri bax Bəri bax Təşəkkürlər. Sən ifa elədikcə Səbinə ilə Pərviz, çox sağ ol. Bir balaca söhbətləşdi, idmanla da məşğulsan demək. Coşqun, gözəl. Peşəkar səviyyədə yoxsa? Peşəkar səviyyədə. Ay maşallah. Bəli. Onda həm idman, həm yox hiss olunur. Dedim bəlkə özü üçün məşğul olur. İdmandan sonra o güc var, o güc elə gözəl güc var ki, Allah qismət eləyib sənə o gücü mahnı yaradıcılığına, muğam yaradıcılığına sərf eləyirsən. Belə vəhdət az olur, çox az olur. İdmandan yığdığın sağlamlığı, gücü o vəhdətdə sağlam bədəndə sağlam ruh olar. Təbii ki, bu sənət üçün də ruh vacibdir, ruh insanı olmaq vacibdir. Necə ki, ruh insanları bəzən söyləyirlər, məsələn, bu ay yenə də gəlirəm, gözümüzün qarşısında bu ailədir. Bəlkə də siz bir-birinizi daha yaxşı başa düşdüyünüz üçün, maşallah, artıq neçə illər bir yerdəsiz. Çünki sənət insanları bir ruh insanlarıdır. Əlbəttə, sənət insanları... Onların xəsiyyəti biraz çətindir. Həm çətindir, həm biraz aparıcılar demirəm, bu ifasılar biraz kövrəkdir.
qəlblərinə nə deyirsən toxunur. Adı verilişdə bir sual verirsən, küsürlər, incəyirlər. Ona görə indi verilişdə küsən adamı gör evdə necə idarə eləmək necə çətindir. Səbinə ilə necədir məsələ? Tez-tezmi xətrinə dəyirsən, tez-tezmi onu kövrəldirsən, yoxsa əksinə olur? Sual verin, tez-tez xətrinə dəyir. Bəlkə elə olur. Tez-tez əksinə deyirsən. De görək. Yox, əslində Qardaşımızın xətrinə dəymirsən, nə məsələdir? Yox, niyə xətrinə dəymir? Ümumiyyətlə, bütün kişilərin günahını siz günahlandırırsan, bəlkə elə xanımlar kişilərin xətrinə dəyir. Yox, mən inanmıram bizim Azərbaycanlı xanımlar kişilərin xətrinə dəysin. Bayaq bax Elxan mənim söylədi ki, mən 23 yaşında ailə qurmuşam. Əslində bu dönəm üçün 25 yaşında sən də əslində normal tez ailə qurmuşsan. Siz ailəlisiz Pərviz? Bəli. Aha, siz neçə yaşında? Ay maşallah. Allah xoşbəxt eləsin. Mən 29 yaşında ailə qurmuşam. 29. Bəli. Sən biraz gecikmisən. İndiki müasir dövrə ya vaxtında evlənmisən? Əslində müasir dövrün artıq. Və hələ bizimkilər elə evlənmir. O oğludur, uşağıdır. Bir oğlum var, adı Maşallah. Qasımdır, rəhmətli atamın adını qoymuşam. Ay parçası. Bal Musiqi kimi. Doğrudan, bəs niyə gətirmədin özündən? Kaş gətirərdin. Neçə yaşı var? 1 yaşı oldu. Hələ balacadır. Amma inşallah ki, gələn verir. Gərək gələndə onda anasını da gətirəydin, çünki ona baxmaq Hələ vacibdir. səhnəyə çıxmır. Hələ səhnəyə çıxmır. Amma belə bir şey var ki, uşaq 40-lığından hər gecə mənim mahnımı qoyurlar, yatır onunla. Hansı mahnını daha çox Bilə sevir? bilməz mahnımı. Bilə bilməz. Ay, nə gözəl. İndi yəqin ki, bizi izləyir hal-hazırda. Allah bütün balaları saxlasın. Bayaq Səbinə uşağı acıqlanır ki, balaca Səid hara gedirsə, gəlirsiz, fikir verirsiniz, masanın altından keçir, gedir. Sanki bura bir dəhliz rolunu oynayırdı onun üçün. Arasından keçir, gedir, hara gedirsə, otağın başından bu başına. Yox, mən deyir, dəymə. O sakit dursa, o uşaq olmaz. Dünyanın gəridişi odur. Elədir. Buna dəymək olmaz. Onlarda olan enerji, Bəzən deyirlər ki, çox gedə bilərmi yüzü azın üstünə? 100 getməz, 1 gedər 100-ün üstünə. Yəni bu gərdiş var da, zamanın gərdişi yozacaq hər şey zamanın gərdişi özü. Təbii ki, zaman, qismət. Mən arzulayıram ki, tezliklə sizin evinizdə də bax, beləcə balalar, körpə balalar qaçsın. Arzulayıram. Amma istəmirlər deyəsən. Hə? İstəmirlər, hə deyəsən. Təbii, onlar da istəyir. Ola bilər o zamanıya uyğun olaraq müasir zamanı biraz. Hə, müasir zamanı. Əsas o da Elxan müəllim istəyir. Yəni onun bu arzusunu inşallah reallaşdırmaq lazım. Çox şükür Allaha ki, Toğrul biz dediyimiz dırnaq içərisində müasir deyil. O bilirsən də digital rəqəmsal dövranın amma kifayət qədər yaşı var, məsələn 30 yaşı var. Amma biz də istəyərdik ki, o ailə qursun, təbii. İnşallah. Belə baxanda nə yaşı var? Məsələn, mənim həyat yoldaşım, üzr istəyirəm böyüklərdən, 32 yaşında ailə qurub. Yəni, siz hələ vaxtda var. Bilirəm ki, siz istəyirsiniz ki, daha tez olsun, amma hələ vaxtda var. İndi Toğrul yəni ki, bizi izləyir. Dövranın çəkisi çəkər hər işi, çəkiyə girməmiş qalmaz bir kişi. Onsuz da dövran hamını çəkir. Bu dövran elədir ki, hamını çəkir. Hazır olmaq lazımdır ki, mən deyirəm ki, mən deyəndə o persona, həmin o şəxs, o çəkiyə girmək istəmir, tutaq ki, persona girmək istəmir, amma dövranın çəkisi çəkilir. Əlbəttə, zamanın bir yazısı var, Gedənlərə rəhmət, mən bir istisna eləməklə dostluğumuza mən güvənib, ona görə belə danışıram. Təbii ki. Başqa yerdə danışmaram. Təbii ki. Gör, uzun illərdir mənim yadımdadır. Mən də bax, necə ki, Səbinə söyləyir 16-17, mənim də 18 yaşım var idi telekanalına gələndə və mənim sevə-sevə hər zaman bunu açıq ürəyinə, ağız dolusu. Məsələn, sizi çox görürdüm o vaxt telekanalına. Bəli, mən onu söyləyim ki, Elxan müəllimi hər zaman sevə-sevə dəvət eləyirdim. Bir başqa zövq alırdım və bugün o qədər xoş oldu mənə. Məncə sizə də. Çünki bu cür dəyərli sənətkarla bir evdə olmaq, bir masanı bölüşmək. Bu cür gözəl insanlarla bir yerdə olmaq lap yaxşıdır. Lap yaxşıdır. Mən yenə də deyirəm, şişirtmirəm. Çox sevirəm, amma qəlb almağı, ürək almağı çox sevirəm. Amma bunu sizlə əlaqədar şişirtmirəm heç nə. Çox sağ olun. Çox təşəkkür edirik. Mahnılarım çox gözəldir və eyni zamanda məni biraz həzinli kövrək hisslərə sən gətirdin və mən istəyirəm dostum Kamilə başsağlığı verim, atasını itirib Şirvan şəhərindən. Ümumiyyətlə, bütün dostlarımı, itən dostlarıma rəhmət diləyirəm. Biz hamımız onları yaşayırıq. Amma bu dünyadır da. Təbii ki, bir dünyadır. Və bu dünyanı bugün bizimlə bölüşdüyünüz üçün çox gözəl. Sağ olun, inşallah. Bağladım alın yazımı, hem sevincim oldum
hem gemim oldun. Yokluğuma qazdın sen mezarımı. Axı sen benimdin, torpağım oldun. İşkinle bağladım alın yazı, hem sevincim oldun hem gemim oldu. Yokluğuma qazdın sen mezarımı. Axı sen benimdin, torpağın oldun. Uzadıram ellerimi, dur feryadlı sözlerimi, senindeyim ey torpaq, qaytar mənim dillərimi. Uzadıram ellerimi, dur feryadlı sözlerimi, senindeyim ey torpaq, qaytar mənim dillərimi. Dilberimi, geri qaytar. Seninle ağlayıp senle gülerdim, perişanladardım bir bakışımla. Derdimi senle bölerdim, indi ise bölürem mezardaşım. Seninle ağlayıp senle gülerdim, perişanladardım bir bakışımla. Derdimi senle bölerdim,